Deməli, əslində zaten yəni insan düşüncələrlə hərəkətdə olduğu üçün əsir olduğunu, yəni düşüncəsinin, öz düşüncəsinin əsir olduğunu fərqində olmur. Yəni ümumiyyətlə demək olar ki, baş verən bütün ətrafda baş verən hadisələr, onlar bizim düşüncələrimizin nəticəsidir. Ki, materiala çevrilir və görkəmi çevrilir ki, biz onu görə bilirik. Bizim düşüncəmiz, biz elə bilirik ki, yəni bu düşüncə mən düşünmüşəmsə, bu tək mənə aid olan bir məsələdir. Mənim düşüncəmdir və qabağıma çıxan insan və yaxud da ki, hansısa bir hadisə ilə üzləşirəm, onu özümlə müqayisədə, o məndə ya aqressiya, ya panika, həyəcan, bu kimi təbii ki, negativ tərəfləri aktivləşdirəcək. Yəni düşüncənin əsir olmaq bu prizmadan, yəni bu baxışdan. Bu cür, amma pozitiv enerji bir deməli, emosional həyəcan. Hər halda, yəni insanın, yəni insan olaraq saxlaya bilən düşüncələrdən başqa nə qədər ki, düşüncələr ki, var ki, insanı narahat edəcək, həyəcan, panikə salacaq, o onun öz yaratdıqlarıdır, özünün, öz düşüncəsinin yaratdıqlarıdır. Onu bugün mü düşünüb, yəni bugün düşünübmü ki, yaranır və yaxud da dünənə mi dayanır? Yox, bu dünənə və bir neçə günə və yaxud da ki, bir neçə aya dayanmır. Bu illərə dayanan bir yaşanmışlıqdır ki, o yaşanmışlıq əsasında, məsəl üçün deyək ki, misal olaraq, məsələn deyək ki, biri bir gizlin bir iş görürsə, uşaqlığa deyirəm, bir gizlin bir iş görürsə, bu gördüyü iş həmən ana görə, həmən vaxta görə, həmən zamana görə doğrudur, düzgündür. Məsələn, deyək ki, icazəsi olmayan bir şey götürmək. Uşaqlıqda bir çox uşaqlar ki, belə edirlər ki, bunu amma qarşılayan valideyn və yaxud da ki, ətrafdakı kimsə ki, narazı olur buna, təzyiq göstərir və o təzyiqi başa düşür, o təzyiq fizioloji və yaxud da deyək ki, psixoloji təzyiqdən ki, yayınmaqdan ötürü o işi gizlin görməli olur. Gizlin görmək o işi, adi bir məsələn, deyək ki, adi, sadə bir şey, icazəsiz bir şeyi götürüb istifadə etmək. Bu, bugünkü günə qədər bu gündən həmən günə nəzər eləsək, keçmişə, primitiv gələ bilər ki, yəni onun bu günə heç bir dəxli ola bilməz, yəni belə düşünər insan, amma yox. Belədir ki, hər bir hadisə, hər bir hal insan həssas varlıqdır. Həm gözəl varlıqdır, həm gözəllik əsasındadır, həm də onun tərkib hissəsində keyfiyyətlərindən də biri onun həssaslığıdır. Həssaslığı onun həmən ana görə, bu gördüyü gizlin işə görə, deyək ki, hansısa bir neçə cür istiqamətdə negativ xislətlər, xüsusiyyətlər aktivləşdirəcək ki, onun ondan xəbəri olmayacaq və başlayacaq ona uyğun bir yaradılış yaratmağa beynində, şuurunda düşüncə belə yaradacaq. Yəni, deyək ki, məsəl üçün, gizlin işini görməkdən ötürü ona özündən və yaxud da ki, ona təzyiq göstərən birindən güclü birisi lazım olur ki, onu müdafiə eləsin. Burada müdafiə mexanizmi aktivləşəcək. Təbii ki, onu müdafiə eləməli, deyək ki, ya qardaş, ya ata, ya da əmsi oğlu, ya qohum, ya dost həyatına girəcək elə. Deməli, girdisə, o demək deyil ki, bunun bu işi görməkdə və yaxud da icazəsiz bir şeyi götürüb istifadə eləməkdə ki, bunu müdafiə olunacaq, amma bu müdafiə orada işləyir. Zaten şuur altı artıq həmin insanı öz həyatında yaratdı. Artıq gələcəkdə 10 ildən, 15 ildən, 20 ildən, 30 ildən sonra hansısa bir qaval, həzm olunmaz bir insan kütləsinə rastlaşanda və yaxud da ki, bir ailəyə düşəndə, bir ailə ilə qardaş, bacı ünsiyyəti olsun, qohumluq əlaqəsi olsun, dostluq olsun, orada hansısa qeyri-adekvat hərəkətlər görəndə onu qarşı tərəfdən görür. Elə bilir ki, zaten bu belədir, yəni bu insan belədir. Amma düşünmür ki, bu onun öz yaratdıqları. Çünki müdafiə olunmağa sənə bir insan lazım idi həmən ana görə. Həmən ana görə o işlədi o üsul. Amma yaddaş mexanizmini, yəni şuuraltı yadında saxladı onu. Və onu getdikcə, yəni illərə dayandıqca orada mükəmməlləşdirdi. Hansı həddə gətirdi, çatdırdı. Amma sən onu düşünməmişdin. Çünki insan mexanik hərəkətdə olduğu üçün onu belə bilmir ki, 10 ildən sonra bunun təsiri elə cür olar ki, bu yaratdığı mənim öz xoşuma gələ bilməz. Çünki insanın xaliqiyyət xüsusiyyəti olsa da belə, insan xaliq deyil. Yəni, çünki yaratdığının fərqində olmayacaq. Yaratdığının fərqində olan ancaq təbii ki, əvvəldə varlıq olan Allahdır. Yəni, insan ki, yaradır, yəni hadisələr
nəticəsində hansısa bir özünə bir güvən pozisiyası seçir ki, o pozisiyada deyək ki, bir insan məfhumu özü üçün düzəldir. O, yenə deyirəm, atası ola bilər, qohumu ola bilər, babası ola bilər, dostu ola bilər. Hər halda. Həmin ona görə qorxma. Elə, yəni ki, mən burada deyən kimi bir şey var. Həmin vaxta görə bir neçə vaxt bu işləyir bu üsul. Yəni bir uşaqlıq dövründə bir sevinç hissi yaşada bilər insanlar. Amma o sevinç axı sevinclə yox, çünki o qarşı tərəfin özünün qaranlıq bir tərəfi var. Qaranlıq bir emosional bir öz kriteriyaları var. Deyək ki, keçilməz, aşılmaz və onu da sənə yükləyəcək. Çünki bunu zaten sən istədin, sən düşündün, o səni müdafiə elədi, elə deyil. Düşündüm, istədim, yaradıldı və müdafiə olundu. Və bu müdafiə mexanizmi artıq 30 ildən sonra bu cür bitəcək ki, mənim düşüncələrim əslimə çevirəcək. O mənada ki, mən bilməyəcəm ki, öz düşündüyüm, yaratdığım bir düşüncənin əsrinə çevirmişəm. Başlayacağam nə eləməyə? Qarşı tərəfi ittiham eləməyə, həyatımdan razı olmamağa, psixoloji və fizioloji hansısa bir gərginlik yaşamağa və düşünəcəm ki, mən bəxtsiz və uğursuz birisiyəm. Amma anlasam ki, bu mənim yaratdığım məfhumdur ki, hansı ki, yaratmışam bunu. Çünki mənim yaratdığım, yenə deyirəm, bizim doğru, düzgün, yəni istiqamətdə yaratmadığım, düşünmədiyimiz bir şey yaranacaq. O yaranan xislətdə də bizdən başqa, özümüzdən başqa, öz hərəkətlərimizdən başqa çoxları iştirak edəcək. Amma biz yenə də təkrar edirəm ki, bilməyəcəyik ki, o halı biz özümüz yaratmışıq. 30 il bundan qabaq yaratdığımız bir şeyin bəhrəsidir.